Demək sayğacdan yoxlayıram. Burada sayğaclarda amper ölçmək üçün bir yer var. Göy knopka ilə rejimləri dəyişib. Amperi gördüyünüz kimi 2.28-dir. Burada da 2.37-dir. 2.30-a qalxır. Burada da 36 falan, 35 civarı. Burada 2.28 civarı dəyişir. Çox yaxın dəyərlərdir. Sayğaca da tam güvənim yoxdur. Bunun bir də dəyişən cəryan ölçən testerlə yoxlamaq lazımdır. Hər kəsə salam. Bugün amper klişlər haqqında danışacağıq və amper klişimiz Anenk ST212 markalı bir amper klişdir və bu amper kliş haqqında, ümumi amper klişlər haqqında məlumat verəcəm. Amper klişi niyə almalıyıq, nə işimizə yarayır, amper klişimiz olsa nə kimi avantajlarımız olar, hər biri haqqında deyinəcəm. Eləcə keçək videomuza. İlk öncə ST212 markalı amper klişimizin həm kutu açılımını eləyək və bunun haqqında biraz danışaq. Ondan sonra amper klişlər haqqında ümumi məlumat verərik. ST212 markalı amper klişimiz kutusu bu şəkildə olur. İçində başqa aparatlar yoxdur. Yalnız kutusu budur və içində də 2 ədəd kullanım kılavuzu çıxır. Biri ingiliscə, biri isə çincədir. Yəni bunun içində əgər lazımdırsa oxuyarsınız, müəyyən məlumatlar var və bunun əsas parametrlərinə biz kitabçadan baxa bilərik. İşlətmə falan onsuz amper kliş alırsınızsa, demək olar ki, amper kliş haqqında müəyyən bir məlumatlarınız zaten olur. Üstündə parametrlərə baxarsınız, hansı hava şəraitində, hansı dəyərləri göstərər, nə qədər yanılma payı olar. Bunlar haqqında kitabçadan baxa bilərsiniz rahatlıqla. Və internetdə də onsuz satış yerlərində çoxunda altında məlumatlar var. Amper klişimiz çox kiçik boylardadır. Yəni əl içində rahatlıqla tuta bilərsiniz. Amper klişin zaten belə olması da yüngül işlərə görə çox yaxşıdır. Yəni böyük unitin 1000 amperliyi və 2000 amperliyini bu qədər bir amper kliş daşıdığınızda, yəni kiçik bir amper kliş hər bir sumkaya, çantaya girə bilər və rahatlıqla da həmişə üstünüzdə daşıya bilərsiniz. Bir ədəd atverka ilə amper klişin arxasını açıram. Burada sizə bataryaları, hansı bataryalardan istifadə olunur, onu göstərəcəm. Normal kiçik boy 1.5 voltluq bataryalardan istifadə olunur. 1.5-3 alıq bir bataryalar. Bu bataryalardan da ortalama müddəti təxminən təbii ki, bu işlətməyinizdən asılıdır. Normal işlətsəz 1 ay falan görür. Yəni tez-tez işlətsəz 1 ay falan görər. Yəni ümumiyyətlə də demək olar ki, ayda bir dəfə istifadə edəcəksinizsə, aylarca sizi idarə edəcək o iki batarya. Təbii batarya markaları da çox fərq edir. Amper klişimiz tam olaraq avtomatikdir və burada avtomatik rejimləri dəyişdirmə var. Gördüyünüz kimi bir knopka vasitəsilə bütün rejimlərə keçid eləyə bilirik. Və burada NCV funksiyasını aktiv eləmə və yaxud da NCV-dən çıxma var. NCV-nin sensoru buradadır. NCV-də nə olduğunu bilməyənlər üçün fazanı yoxlamaq üçün bir detektordur. Mən burada keçən videomuzdan hətta düzəltdiyim bir aparat buradadır. Onu göstərim sizə. Gördüyünüz kimi şəbəkəyə taxdım. NCV funksiyasını aktiv eləyirəm. Basılı tutmaq lazımdır NCV funksiyasını aktiv etmək üçün. Gördüyünüz kimi nolda heç bir siqnal yoxkən fazada həm işıqla, həm də ki səslə göstərir və üstündə də bunu sizə göstərəcəm. Skala da var. Fazaya nə qədər yaxınlaşırsınızsa, o qədər skala da çoxalır. Gördüyünüz kimi yaşıldır, yaxınlaşdıqca sarı və sonra qırmızı daha yüksək siqnal verir. NCV-nin də nə olduğunu bilmək istəyirsinizsə, NCV budur. Burada bir sensor var. Fazanın maqnit selini görür və həmin maqnit selini görəndə də siqnal verir və işıqla da bildiriş yandırır ki, faza xəttimiz hansıdır və yaxud da həmin şəbəkəmizdə elektrik varmı, yoxmu, bunu öyrənmək üçündür. Və sonra burada fənər və fənər də aktiv etmək üçün bu cür yandırıram. Kiçik bir fənər var. Yəni bu da müəyyən işlərinizi bəzən yola verə bilər. Basılı tuturam, keçir və hold özəlliyi var. Holddakı stoplamaq üçündür. Hansısa bir dəyəri gördüyümüz zaman, məsələn burada hansısa bir rejimi, məsələn millivoltlarda oynamalar olur. Gördüyünüz kimi holda vurduğum zaman dayanır. Məsələn amper klişimiz çətin bir yerdədir. Məsələn belə qoyuruq, amperi ölçürük. Burada bir dəfə hold basırıq və ondan sonra amper klişimizi çıxardırıq. Və dövrəmiz nə qədər yüz çəkibsə artıq onu stoplayır. Məsələn 15-45 dəyəri verir. 15-45 dəyərində stoplayır və bilirik ki, məsələn 15 amper dövrəmiz 100 çəkirmiş. Onu görmə fürsətimiz yoxdursa əgər içəridə. Hold tuşu da buna görədir. Ondan sonra rel və NCV funksiyası.
Bunu da dedimsə, biri çıxarır, biri isə necəvəni aktiv edir. Basılı tutmaq lazımdır və burada cəmi bircə dəfə basmaqla bütün rejimləri dəyişə bilirik və uzun da basılı tutduğumuz zaman söndürürük. Mən indi burada işıqları biraz zəiflədim, bunun rejimləri sizə göstərmək üçün. Bu açıdan normal görsənir. Gördüyünüz kimi birinci yuxarıda ortamın istiliyini göstərir. İstiliyin sensoru da buradadır. Burada gördüyünüz kimi iki fərqli metalı bir-birinə calayıqlar və iki fərqli metal isindikdə müəyyən elektrik siqnalı verir və həmin siqnallar sayəsində də multimetrimiz həmin ucdakı istiliyi müəyyən edir. Demək, birinci basırıq diod dəyərini ölçmək üçün bir rejimdir. Mən bunları da multimetrin üzərindən çıxan probla sizə göstərim. Burada gördüyünüz kimi 2 ədəd prob girişi var. COM ortaqdır. Zaten başqa bir yeri yoxdur. Və bir də plus yerimiz var. Plus yerindən də nələri ölçə bilirik? Voltu, ohmajı, diodu, siqnalı, tezliyi və temperatur və kondensator. Bunların hər birini, yəni bu yerlərdən ölçə bilirik. Qalandakı bir də amper məsələsi var ki, amperi də amper kleşin öz üzərindən ölçürük. Yəni buradan naqil vasitəsilə digər multimetrlər kimi amperi ölçmək olmur. Və burada probların ucuza toxundurum diod dəyərində. Gördüyünüz kimi 0,002 dəyərini göstərir. Bu da naqildə olan biraz müqavimət dəyəridir. Və rejimi dəyişirəm. Kondensator rejimi var. Kondensator rejimində elə kondensatordan ölçək. Başqa bir kondensator götürdüm. Yenə 220 bir kondensatordur. Gördüyünüz kimi 460 nanofarad göstərdi. Kondensatorun da üstündən 0,47 mikrofaradı görürük. Hətta göstərim 0,47 mikrofarad, yəni ki 470 nanofarad edir. Gördüyünüz kimi kondensator dəyərini bu şəkildə doğru şəkildə ölçür. Sonra millivolt dəyərini burada görürük. Sonra da AC millivolt və AC millivoltda kiçik alternativ voltajları görürük. Və sonra DC amper kleşin kəlpətin ucuyla ölçürük. Ondan sonra AC amper, yenə amper kleşin kəlpətin ucuyla ölçürük. Və sonra live var. Sonra termometr. Termometrdə yenə burada istilik probundan ölçürük. Hətta bunu ölçüm aradan çıxsın. Gördüyünüz kimi 27 volt göstərir. Əlimdən sıxıram. 36-37 dərəcə göstərir. Gördüyünüz kimi normalda insan temperaturu 36 dərəcə olmalıdır və 37 dərəcə göstərir. 1 dərəcə qarxma payı ilə, yəni normal nəticədir. Üzərindən də farad dəyərini görə bilərsiniz. Eyni zamanda bu da çox yaxşı bir funksiyadır ki, hər ikisini bir anda göstərir. Burada isə unitin multimetri var. Bu multimetrlə də yenə eyni probda gördüyünüz kimi 31 dərəcə göstərir, 32 dərəcə. Hətta unitin multimetri daha yanlış dəyər göstərir. Deyək, çünki normal insan temperaturunu zaten bilirik. 36,6-dır. Burada da 37 göstərməyi çox normaldır. İndi 36 dərəcə göstərir. Sonra auto var. Autoda bütün dəyərləri avtomatik şəkildə özü təmzimləyir. Hansı ölçümü edirik, özü görür. Məsələn, qısa dövrən ölçək. Gördüyünüz kimi 0,0 göstərdi. Mən burada AC voltajı ölçürəm. Gördüyünüz kimi 225 dəyərini göstərdi və yuxarıda da 50 Hz dəyərini göstərir. Eyni zamanda tezliyi və altda neçə volt olduğunu göstərir. Burada da 224 dəyərini görürük. Hələ də dəyişmədiyini görürük. Burada unitdən də yenə ölçək. Niyəsə unitin ölçümlərinə daha çox inanıram. Ancaq temperaturda niyəsə bizi yanıltdı. 600 volt alıram. Tam manualdır bu. 228 dəyərini görürük. 227 dəyərini. Tez bir şəkildə dəyişmədən voltajımız. Burada da ölçək 227, 228 dəyərini burada da oxuyuruq. Gördüyünüz kimi yükləmələr olanda voltajda təbii ki düşmələr olur. Burada problarımızdan DC voltu da ölçürük. Gördüyünüz kimi 11 volt DC yazdı. 11,87. Eyni zamanda paralel olaraq buradan da ölçürəm. 11,89, 11,84 dəyərini oxuyuruq. Nöqtədən sonrakıları çox nəzərə almasaq ideal nəticədir. Və indi isə amperi ölçək.
amper dəyərini görək nə qədər həssas bir şəkildə göstərir. Amper dəyərini də elə mən burada qaçaq axın sığortasının buradakı açıq naqillərindən ölçmək istəyirəm. Aha, lehimiz indi işləyir və burada da avtodan bir baxaq görək, avtodan ölçüm edə bilirikmi? Xeyr, avtoda ölçüm edə bilmirik. Burada alternativ amperi alıram. Düzdür, lehimi çox aşağı amper çəkdiyi üçün göstərmir. Xətləri dəyişirəm, heç bir nəticə almıram. Burada fenimi taxacam mən. Burada da göstərim sizə. Gördüyünüz kimi tam gücündə 6 amper, yarı gücündə 4 amper yük çəkir. Buradakı mən feni tərpədəndə dəyişmələri gördünüz və fen birinci 7 amper çəkərkən sonra 680-ə qədər düşdü. 6-800-ə qədər düşdü. Bunun səbəbi nədir? Rezistans teli nə qədər qızırsa, o qədər müqaviməti çoxalır və o qədər aşağı amper çəkir. Bu motorlarda da belədir. Birinci daha yüksək amper çəkir və sonra daha aşağı amperlərə düşür tam işlək vəziyyətində. Müəyyən ətalət yaradandan sonra daha aşağı amper çəkir. Burada altında 6000 count yazılıb, yəni 6000-dən yuxarı dəyər göstərmir. Yəni burada biz birinci dəyəri 7 görə bilmərik. Çünki 6000 countdur, maksimum 6000 dəyərini burada görə bilərik. Burada da count sayısı da nə qədər çox olarsa, multimetrimizin o qədər həssas olduğuna bir işarətidir. Və burada ucunda müəyyən yazılar var, onu da göstərirəm sizə. Cat 2 600 volt, Cat 3 300 volt, max 400 amper göstərir. Burada bizim naqilimizin 600 volta qədər dayandığını və amper dəyərində max 400 amperə qədər ölçdüyünü göstərə bilir. Artığı multimetr üçün ziyandır. Bunu da bilin, xəbəriniz olsun. Sonra niyə yandı multimetrimiz demək. Burada avto dəyərlərində avtomatik volt, avtomatik sabit cəryan və dəyişən cəryanı, avtomatik alternativ amperi, tezliyi, siqnalı və ohmaj dəyərini oxuya bildiyini avtomatik olaraq göstərir. Setdə isə manualda kondensator ölçümü, live bilmədim nədir, onu bu dəqiqə araşdırıb sizə xəbər verirəm. Diod dəyəri millivolt, alternativ DC amper və temperaturu burada əlavə olaraq ölçdüyünü deyir. Amma avtomatikdə birinci dəyərlərimiz idi. Əlavə multimetrimizdə elə bir funksiya yoxdur. Bir dənə live öyrənib sizə də izah edirəm. İnternetten araşdırmamış artıq tapdım. Live burada biz indikator kimi şnurumuzu, naqilimizi istifadə etmək üçündür. Gördüyünüz kimi fazaya vurduğumuz zaman tam olaraq fazanı göstərir. Nola vurduğumuz zaman heç bir dəyər göstərmir. Burada da artıq tam toxunma lazımdır. Yəni qıraqdan ölçmür. Qıraqdan ölçmək üçün necə bir funksiyasını ölçmək lazımdır. Bu cür indikator kimi ölçmək istəyirsinizsə live rejiminə qoyub ölçüsüz. Bu xəttimizdən yoxlayaq. Yəni bu xəttimizdən də ölçmə mümkündür. Hansı bir probu birbaşa tutdurursunuz. Bu da çox bəyəndiyim bir funksiya oldu. Çünki bəzən necə bir funksiyası bizi yanıldarkən live-dan daha dəqiq ölçümlər edə bilərik. Əlavə olaraq temperaturu göstərdik, avtomatik göstərdik. Başqa da bir ölçüm yoxdur zaten. Tezliyi də yenə göstərdik və başqa da bir ölçüm yoxdur. Və amper kleşləri biz niyə almalıyıq? Amper kleşlər bizə niyə önəmlidir? Amper kleşlər müəyyən amperlər var ki, məsələn, bu multimetrimizdə biz ölçə bilərik. Məsələn, burada amper dəyərimizi görəndə DC 200 mikroamperdən 10 amperə qədər ölçüm edə biləcəyimizi burada göstərir. Və burada da 10 saniyə maksimum 250 voltda 10 amperi maksimum 10 saniyə çəkdiyini göstərə bilir. Yəni 10 saniyə maksimum bunu max rejimdə saxlaya bilərik. 10 saniyədən artıq saxlasaq bizim sığortamız atacaqdır və yaxud da ki multimetrimizə zərər verəcəkdir. Bunun üstündə zaten daş sığortalar var. Çox tez bir şəkildə problem çıxdığı zaman atır. Bundan çox qorxunuz olmasın. Multimetrə zərər verməz. Ancaq yenə də diqqətli olmağınız tövsiyə olunur. Və burada sadəcə DC amper ölçə bilir. Bəzilərində həm DC həm AC-ni ölçə bilir. Bəzilərində isə yalnız AC-ni ölçmək olur. Və bu 10 amper limiti bizim üçün çox aşağı bir limitdir. Təbii elektronikada 10 amper böyük bir limitdir.
Ancaq normal şəbəkələrdə işləyəndə 10 amper çox kiçik bir dəyərdir. Hətta böyük motorlar 20 amper, 10 neçə amper çəkəndə biz bunu ölçə bilmirik. Buna görə bizə amper kleş lazımdır. Amper kleşlə daha, məsələn, burada 400 volt limit qoyub 400 volta qədər rahatlıqla ölçüm edə bilərik. Amper kleşin mənfi xüsusiyyəti varmı? Var, bəli. Mikroamperləri məsələn burada pay hattımızın çəkdiyi amper dəyərini görə bilmədik. Niyə? Çünki çox aşağı dəyər idi. Daha həssas ölçüm lazım idi. Bunu biz normal multimetrlərimizdən ölçsək daha yaxşı olar. Ancaq bu cür bir yəni ampermetrlə, amper kleşlə yuxarı dəyərlərdə rahatlıqla ölçə bilirik. DC dəyəri ölçməkdə bu multimetrin zaten çox yaxşı bir özəlliyidir. Ona görə bunu almışam. Yoxsa unit marka daha ucuz bir multimetr ala bilərdim. Onlar da sadəcə AC dəyəri ölçdüyü üçün mən o qədər də sərf eləmir açığı. Ancaq burada həm DC-ni, həm AC-ni ölçdüyü üçün mənim üçün bu multimetr ideal oldu. Və 50 manat civarında, yəni demək olar ki, belə bir multimetr tapılmır. Təbii Çin bazarına çıxsaz bu multimetri daha ucuz alarsınız. Ancaq Azərbaycanda da 50 manat civarı çox yaxşı bir multimetrdir. Və multimetr amper kleş deyirəm, yəni zaten multi daha çox funksiyanı bir-birində cəmlədiyinin bir işarəsidir. Ona görə multimetrdə desək buna yanılmış olmarıq, amma amper kleş daha uyğun olur bu ada. Anink firmasında, Anink də zaten çox da geri bir firma deyil, çox da kitay bir firma deyil. Normal bir firmadır, zaten də ən çox yəni multimetrlər, ampermetrlər hazırlayır və digital analoq olmaqla bir çox multimetrlər və amper kleşlər var. Yəni ona görə də biraz güvəndiyim bir firma idi. Multimetr 2 ədəd batareya ilə işləyir. Təxminən ortalama işlədəndə 1 ay zaryadka saxlayır. Funksiyalarını zaten gördünüz, həssaslığını gördünüz. Termometrdə millivolt sabit cərəyanda və dəyişən cərəyanda hər ikisini də test etdim. Və ondan sonra tezlik ölçümünü gördünüz, 50 Hz normal göstərirsə, digər yəni kilohertzləri falan da göstərə bilir. Kilohertzlərdə müəyyən SMPS dövrələrdə də işlədə bilərsiniz. Məsələn 15 kHz civarı olur ən çox SMPS-lərdə. Yəni onda müəyyən tezliyini siz buradan rahatlıqla görə bilərsiniz. Və necə bir funksiyası var? Live özəlliyi var. Holddan dayandıra bilirsiniz. İşığı çox zəif də olsa müəyyən işi görür. Keçirib yandırma knopkası və rejim knopkaları bir yerdə cəmlənib. Multimetr çox sadədir. Ekranı çox böyük. Ekranı AMOLED ekran kimi, qıraqları tamamilə qara olarkən içində işıqlı dəyərlər göstərir. Ekranda ona görə telefon ekranı kimi çox bir havalı bir görüntüsü var və böyük olduğu üçün və işıqlı olduğu üçün rahatlıqla ortamlarda da görə bilirsiniz. Multimetrimiz və daha doğrusu desək ampermetrimiz bu şəkildə idi. Ampermetrdə haralarda istifadə olunur. Yəqin ki, bunun da müəyyən bir izahını gördünüz. Sabit cərəyanda mən yoxlamışam maşınlarda falan. Hətta 150 amperə qədər ölçüm etmişəm sabit cərəyanda. Onda tamamilə göstərir. Yəni maşın dinamasında problem var idi. Həmin maşını ölçənərkən 150 amperə qədər bundan oxumuşam. Problemsiz bir şəkildə ölçüm edir. Təbii ki, ciddi amper dəyərləri olanda biraz amper kleş olduğu üçün daha həssas davrana bilmir. Amma yuxarı dəyərlərdə problemsiz nəticə göstərir. Amper kleşimiz bu şəkildə idi. Ümid edirəm ki, amper kleşimizi də bəyəndiniz, videomuzu da bəyəndiniz və müəyyən məlumatlarınız oldu amper kleşlər haqqında. Videolarımın arasında amper kleşlər haqqında danışmamışdım, multimetrlər haqqında məlumat var. Ancaq amper kleşlərdə öyrənmiş olduq. Nədir, nə işə yarayır, niyə almalıyıq? Ümid edirəm ki, videonu bəyəndiniz. Əgər belədirsə, kanalımıza abunə olmağı, videomuzu bəyənməyi və çoxlu yorum yazmağı unutmayın. Nə yorum yazırsa hər birini oxuyuram. Yəni, xoş yorumlarınıza sevinirəm. Suallarınıza cavab verirəm. Yəni, bütün yorumlara zaten cavab verirəm. Çalışdığınız qədər bolca yorum yazın. Kanalımıza hər türlü bir dəstək olun. Paylaşımlar edin. Yaxınlarınıza, əzizlərinizə bu cür videoları sevən başqa insanlara kanalımızdan xəbərdar olsun. Bu qədər videomuzu ümid edirəm bəyəndiniz. Hər birinizi çox sevirəm. Sağ olun. Minnətdaram ki, videoyu bu qədər izlədiniz, bu qədər həvəs göstərdiniz. Bu şəkildə idi videomuz. Hər birinizi çox sevirəm. Sağ olun, salamat qalın. Gələcək günlərdə daha aydınlıq sabahlarda görüşəndə.